Enerji balansı marafonuna xanımları dəvət edirəm. Bu 21 günlük bir marafondur. 3 gününü xanımlara hədiyyə edəcəm. Burada olanlar mənə şəxsiyə yazın, sizə qeydiyyat linkini göndərim, əgər qoşulmaq istəyirsinizsə. Enerji balansı marafonuna bütün xanımları dəvət edirəm. Bu 21 günlük bir marafondur. Bu marafonda nələr olacaq? İstəyirəm bunu sizin diqqətinizə çatdırım. 3 gün biz enerji ilə bağlı bilgilər alacaq, xüsusi texnikalar öyrənəcək, xüsusi məlumatlar əldə edəcək. Aura nədir, enerji nədir, nələr enerjimizə necə təsir edir, hər bir şey haqqında ətraflı öyrənəcək. Əslində mən sizə bir çox məlumatları bugün webinarda verdim. Orada da daha ətraflı mən sizə məlumatları hər gün uyğun şəkildə verəcəm. Xüsusi səs yazmaları şəklində mən sizə müəyyən texnikalar, bilgilər, olumlamalar, meditasiyalar göndərəcəm. Hər gün öz çalışmaları olacaq. Və siz bu çalışmaları edərək həm öz frekansınızı yüksəldəcəksiniz, bütün enerjinizi balansda saxlamağı öyrənəcəksiniz. Və 3 gündən sonra mən sizə Reiki 1-ci səviyyə uyumlaması edəcəm. Bu da mənim sizə bir hədiyyəmdir bu marafonunda. Və siz bu uyumlamanı aldıqdan sonra özünüz özünüzə seans etməyi öyrənəcəksiniz. Bunu da mən sizə marafonda öyrədəcəm. Və mən sizə dedim ki, bizim 7 əsas çakramız var. Bu marafonda siz bu 7 çakranızın hər birində olan enerji blokajlarını şəfalandırmağı öyrənəcəksiniz. Özünüz özünüzə seans etməklə, Reiki enerjisindən istifadə etməklə bütün enerji bədəninizi şəfalandıracaqsınız və balanslaşdıracaqsınız. Bu marafonda 21 gün ərzində hər bir çakrayla xüsusi işləyəcəksiniz. Bununla bağlı mən sizə həm meditasiya göndərəcəm, həm olumlama göndərəcəm, həm xüsusi çalışmalar, tapşırıqlar və texnikalar göndərəcəm. Siz burada həm enerjidən istifadə edərək özünüzü şəfalandırmağı öyrənəcəksiniz, həm də müəyyən çalışmalar edərək fiziki olaraq, mənəvi olaraq öz gücünüzü ortaya qoymuş olacaqsınız. Öz həyatınızı daha yüksək səviyyəyə qaldırmağı öyrənmiş olacaqsınız. Və beləliklə də bu sizə hər bir sahədə həyatınızın gözəlləşməsinə gətirib çıxardacaq. Maddi vəziyyətiniz yüksələ bilər, münasibətləriniz yüksələ bilər, gözəl vəziyyətə düşə bilər. İşiniz yaxşı halda ola bilər. Öz daxili enerjiniz yüksələcək, əhval-ruhiyyəniz daha yaxşı olacaq, özünüzlə olan münasibətiniz yaxşılaşacaq, öz potensialınızı, gücünüzü daha yaxşı ortaya çıxarmağı öyrənəcəksiniz, ətrafla olan, insanlarla olan münasibətləriniz daha yaxşı vəziyyətə gəlib çıxacaq. Yəni bir çox